Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebine Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqteten min lisani yefqahu qavli. Deməli 6-cı fəsildəyik. Babu təfsir-i təvhid və şəhadət ən la ilahe illallah. Tevhid və la ilahe illallah şəhadətinin təfsiri fəsli. Birinci dəlil üzərindəyik hələ ki. Birinci dəlil hansı dəlildir? Ha? Yox. Neçə? Hansı? İsra 57. Ha. Allah Teala ne der? Ulaikellezine yed'una yebtaguna ila rabbihimul vesile. Eyyuhum aqrab. Onların dua etdiklərinin özləri Rəblərinə hansı yaxın olsun deyə nə axtarırlar? Vəsilə. Necədir o vəsilə? Yarcuna rahmetahu və yaxafuna azabə. Allahın rəhmətini umurlar və əzabından qorxurlar. Və son olaraq vəsilə məsələsinə toxunduq bu aya ilə bağlı və dedik ki, vəsilə nədir? Nə? Cihad? Yəni, cihad vəsilənin növlərindən birisidir. Amma vəsilə nədir özü? Salih, bəli, salih əməl. Vəsilə budur, salih əməllər. Yəni, insanı Allaha yaxınlaşdıran salih əməllər. Allaha yaxınlaşdıran salih əməllər. Və dedik ki, indiki müşriklərin vəsilə barədə olan etiqadları eyni əvvəlki müşriklərin vəsilə barədə olan etiqadları kimidir? Etiqadları kimidir? Yəni, biz deyəndə ki, indiki müşriklərə siz salihlərə, imamlara və s. ibadət edirsiniz. Yəni, Allaha yox, onlara ibadət edirsiniz. Nə deyir onlar? Deyirlər ki, biz onlara ibadət etmirik. Biz onlara ibadət etmirik. Yaxşı, bəs nədir etdiyiniz? Nə deyirlər? Deyirlər ki, biz onlara ibadət etmirik ki. Biz onlara, yəni məsələn, tutaq ki, dua etməyimiz ibadət deyil. Biz onlara qurban kəsməyimiz ibadət deyil. Onların qəbirlərinə təvaf edib, nə bilim, nəzirlər etməyimiz, onlara sığınmağımız nədir? İbadət deyil. Yaxşı, nədir bəs? Bu, yəni onlar bizim ibadətlərimizi nə edirlər? Allaha yaxınlaşdırırlar, Allaha çatdırırlar. Biz də deyirik ki, elə bunun özü elə şirkdir. Elə bu şirkdir. Elə bu dediyiniz, bu götürdüyünüz bu vəsilə şirkdir. Allah Subhanahu Taala necə vəsf edir bu məsələni? Həmin qeyd edəndə deyir ki, Rəbbimiz Subhanahu Taala Zümər surəsi 3-cü ayədə Ələ lillahi dinul xalis. Xalis din Allaha məxsusdur. Yəni, xalis ibadət, xalis din o din ki, orada şirk qarışığı yoxdur. Allahın dini, Allaha məxsus olan din budur, xalisdir. Nə demək xalisdir? Yəni, qulla Allah arasındakı ibadətlərdə yəni şirk ləkə yoxdur. Bidət yoxdur, xurafat yoxdur, xalis budur. Ələ lillahi dinul xalis. Xalis din Allaha məxsusdur. وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَا Allahdan başqa özlərinə dost, övliya götürənlər, bu dost, bu övliya niyə götürürlər? مَا نَعْبُدُهُمْ Onlara ibadət etmirik. Deyirlər ki, biz onlara ibadət etmirik. Allah Teala deyir ki, Allahdan başqalarının özlərinə dost, yəni məbud, övliya götürənlər deyirlər ki, mə nə'buduhum, biz onlara ibadət etmirik. İllə, yalnız liyuqarribuna ilallahi zulfə, onlar bizi Allaha yaxınlaşdırsınlar deyə. Fikir ver, onlar bizi Allaha yaxınlaşdırsın deyə. Yəni, bizim onlara etdiyimiz dua, onlara kəsdiyimiz qurbanlar, onlardan kömək istəməyimiz, onlara ibadət deyil. Yaxşı, niyə eləyirsiniz bunu? Biz bunu eləyirik ki, onlar bizi Allaha yaxınlaşdırır. İllə liyuqarribuna ilallahi zulfə. Onlar bizi Allaha yaxınlaşdırır. Allah Teala nə deyir? Allah Teala buyurur, İnnallaha
yahkumu beynəhum fīmə hum fihi yaxtelifun. İnnallaha la yehdi men huve kazibun kaffar. Allah deyir ki, Allah axirət günü onların aralarında hökm edəcək, ixtilaf etdikləri məsələlər barədə. Onların aralarında, yəni kimin? Həm abidlər də məbudlar arasında, abidlərlə məbud. Kimdir abidlərlə məbud? İbadət edənlərlə ibadət olunanlar arasında. Biz dedik ki, onlar bir-birinə düşmən kəsiləcəklər. Kimlər ki, Allahdan başqalarının özünə məbud götürüblər, Allahdan başqalarına ibadət ediblər, həmən onlar bu abidlərə axirət günü düşmən kəsiləcəklər. Allah deyir ki, İnnallah yahkumu beynəhum fīmə hum fihi yaxtelifun. Allah ixtilaf etdikləri məsələlərdə axirət gün aralarında hökm verəcək. Və həmçinin muvahhidlərlə müşriklər arasında. Muvahhidlərlə müşrik arasında daima ən böyük mübarizə nəyə üstündədir? Tohid. Hansı tohidin özdə? Uluhiyyə, ibadət tohidin üstündə. Muvahhid deyir ki, Allahdan başqasına ibadət etmə, Allahdan başqasına dua etmə, səcdə etmə, qurban kəsmə, yalvarma, sığınma və s. Müşrik deyir ki, yox. Mən Allahdan başqasını çağırıram, dua edirəm, qurban kəsirəm, yalvarıram, təvaf edirəm, ziyarət edirəm və s. Və bu mübarizə mövcuddur. Mövcuddur. Allah Subhanahu taala axirətdə aralarında hökm edəcək. Sonra Allah Teala kimin haqq yolda olduğunu qeyd edərək deyir ki, İnnallaha la yehdi men huve kazibun kaffar. Allah yalansı kafirə hidayət etməz. Allah burada bəlli edir ki, həmən o müşriklər yalansı və kafirlərdir. Həmən o müşriklər nədir? Yalansı və kafirlərdir. Çünki ayənin əvvəlində Allah deyir: "Vellezine ittexazu min dunihi awliya." Allahdan başqalarının özlərinə dost götürənlər. Nədir bu dostluq? Nədən? Nə ilə ifadə edilir? Mə na'buduhum. Onlara ibadət etmirik. İllə yuqaribuna ilallahi zulfa. Yalnız bizi Allaha yaxınlaşdırmaq üçün. Deməli, bu kimi vasitələr uyduranlar Allah qatında nədir? Yalansı və kafirlərdir. Eləcə də vəsilənin başqa forması olan şəfayət. Şəfayət məsələsi. Şəfayəti belə Allah inkar edir. Şəfayəti belə Allah inkar edir ki, hətta yəni qullar vəsilə, şəfayət, nə bilim vasitə bəhanəsi ilə nədir? Şərik qoşmasınlar. Yəni Allahdan qeyrilərinə vəsilə bəhanəsi ilə ibadət etməsinlər. Allahdan qeyrisinə ibadət etməsinlər. Allah Teala buyurur Yunus surəsi 18-ci ayədə: "Və ya'buduna min dunillah ma la yadurruhum və la yanfa'uhum." Onlar Allahdan başqa özlərinə nə fayda verə bilən, nə də zərəri dəf edə bilənlərə ibadət edirlər. Fikir ver. Və ya'buduna min dunillah. Allahdan başqa. Mə la yadurruhum və la yanfa'uhum. Nə zərəri dəf edən, nə də fayda verə bilməyənlərə ibadət edir. Və yəqulun. Və deyirlər. Nə deyirlər? Həuləi şüfəauna indallah. Deyirlər ki, onlar Allah qatında bizim şəfayətçilərimizdir. Gördünüz? Onlar Allah qatında bizim nəyimizdir? Şəfayətçilərimizdir. Allah Teala görür nə deyir? Qul ətunəbbiunallaha bimə la ya'lamu fis-semavati və ma fil-ard subhanahu və taala amma yüşrikun. De, Allaha göylərdə və yerdə bilmədiyi bir şey barədə mi xəbər verirsiniz? Allah onların qoşduqları şirkdən münezzəhdir və ucadır. Deməli, Allah Subhanahu taala vasitə, vəsilə, şəfayətçi adı ilə ibadətləri onlara yönələnləri, əməlini dedi ki, nədir? Allah şirk edənlərin şirkindən şirk adlandırdı Allah Subhanahu taala. Uzaqdır və ucadır, münezzəhdir. Deməli, bu əməl nədir? Bu əməl də şirkdir. Deməli, vəsiləni imamların, peyğəmbərlərin, salihlərin zatı ilə, şəxsiyyəti ilə Allaha yaxınlaşmaq kimi təfsir etmək batildir. Vəsiləni peyğəmbərlərin, imamların, salih insanların şəxsiyyəti, zatı ilə Allaha yaxınlaşmaq kimi təfsir etmək bu batildir. Quran və sünnəyə ziddir. Və bunun batil olmasını artıq bir neçə ayə ilə isbatladıq. Maide 35 ilə, İsra 57 ilə, həmsinin indi dediyimiz Zümər 3 və Yunus 18 və həmsinin Zuhruf surəsi gələcək yenə başqa ayə, həmsinin Əraf 180
qeyd etdik və həmçinin Səba 37 və bütün bunları hamısını bəyan etmişik. Deməli, şəxsiyyətin zatı ilə vəsilə götürmək sadəcə zatı ilə. Bu, əvvəlki müşriklərin etiqadıdır, əməlidir. Əbu Ləhəb, Əbu Cəhəl və bunun mislində olan müşriklərin nədir? Etdiyi, yəni ilkin tohid düşmənləri olanların nədir? Əməlləridir. Allah və qul arasında vəsilə sadəcə və sadəcə nədir? Sadəcə və sadəcə sənin salih əməlindir. Sənin Allaha yönələrək Allaha qulluq etməndir. Allahı qəsd edərək Allaha etdiyin əməllərdir. Yəni səni Allaha yaxınlaşdıran sırf ibadət və qulluqdur. Vəsilə budur. Yəni namaz, ruku, səcdə, oruc, zikirlər, Quran oxumağın, dua, bunların hamısı səni Allah Subhanahu wa Taala'ya yaxınlaşdıran salih əməllərdir. Və izə səələkə ibadi anni fə inni qarib. Allah Teala deyir ki, qullarım, ey Peyğəmbər, qullarım məni səndən soruşduqda, nə deyir? İnni qarib, mən yaxınam. Fikir verin, Allah Teala deyir ki, mən yaxınam. Qarib, Allah Teala yaxın olduğunu deyir. Amma bu müşriklər Allahı özlərinə uzaq bildilər. Elə deyilmi? Nəyə görə vasitələrə yönəldilər o şəxsiyyətlərə, o zatlara? Çünki Allahı uzaq biliblər. Allahı uzaq biliblər özlərindən. Deyirlər ki, biz Allaha bunlar vasitəsilə yaxınlaşmalıyıq. Amma Allah Teala deyir, inni qarib. Allah Teala deyir, mən yaxınam. Və bu yaxınlığı nə elədi? Ucibu də'vətə da'i izə da'an. Dua etdiyi zaman dua edənin duasını qəbul edirəm. Deməli, Allahın yaxınlığı budur. Sənin salih əməlinlə Allah sənə yaxındır, sən də Allaha yaxın olmuş olursan. Ucibu də'vətə da'i. Dua edənin deyir, duasını qəbul edərəm. Sən dua etdiyin zaman, yəni salih əməl etdiyin zaman, ibadət etdiyin zaman Allah Subhanahu wa Taala nədir? Sənə yaxındır. Deməli, salih əməl etdiyin zaman Allah Azza və Cəllə nədir? Sənə yaxındır. Və hanı burada yəni uydurduğunuz vasitələr? Hardadır? Allah Teala deyir ki, və izə səələkə ibadi anni fə inni qarib. Qullarım məni səndən soruşduqda mən yaxınam. Ucibu də'vətə da'i izə da'an. Dua etdiyi zaman dua edənin nədir? Duasını qəbul edirəm. Allah Teala yaxındır, eşidir, görür, halını bilir. Amma Allahdan başqalarını dua edənlər, onları qurbanlar kəsənlər, nəzr edənlər, sanki bu bir növ nədir? Allahın eşitməsinə, bilməsinə, qüdrətinə tənə deyilmi? Yəni biz Allaha şəxsiyyətlər vasitəsilə yaxınlaşırıq. Nə deməkdir bu? Sanki Allah Subhanahu wa Taala eşitmir, və ya eşitmək istəmir, və yaxud sənin halını bilmir, amma sən o imamlar vasitəsilə, o peyğəmbərlər vasitəsilə Allaha eşitdirəsən. Allaha o duanı qəbul etdirəsən. Sanki onlar məcbur edəcək ki, Allah sənin duanı eşitsin. Amma ondan qabaq sən birbaşa Allaha dua etsən, Allah səni eşitməz və yaxud eşitmək istəməz. Amma sən peyğəmbərlərlə gəlsən Allahın yanına, imamlarla, salihlərlə, Allah səni nədir? Onda onlar məcbur edəcək Allahı ki, Allah eşitsin. Yəni Allaha qalib gələcək sanki onlar. Yəni bu cür vasitə götürməyin mənası budur. Bunun ləzimi budur. Yəni təəccüblənməyin həqiqətən. Şərt deyil ki, insan nəysə dilindən desin. Əməli budur. Elə deyilmi? Əməli budur. Sən niyə birbaşa Allahın eşitməsinə şübhə edirsən? Allah Teala eşitməsinə. Yoxsa sənin halını bilməyinə şübhə edirsən. Və izə səələkə ibadi anni fə inni qarib ucibu də'vətə da'i izə da'an fəlyəstəcibu li və yu'minu bi ləalləhum yarşudun. Qullarım məni soruşduqda mən yaxınam deyir Allah Teala. Dua edənin duasını qəbul edirəm və qoy onlar mənim dəvətimi qəbul etsinlər və mənə iman etsinlər, bəlkə doğru yola yönəldilər. Hanı sizin iddia etdiyiniz o vasitələr? Allah Teala buyurur ki, وَمَنْ يَعْمَلْ سُوءًا اَوْ يَظْلِمْ نَفْسَهُ. Kim pis bir əməl iş görsə, pis iş görsə, günah iş görsə və yaxud nəfsində zülm etsə, fikir verin, sonra nə deyir Allah Teala? Sonra demir ki,
getsin imamların qapısına, seyidlərin ocaqlarına, qəbirlərə, peyğəmbərlərə, mələklərə. Yox. Və mən ya'məl su. Kim pis bir iş görsə, əv yazlim nəfsə, və nəfsinə zülm etsə, günahlarla. Belə olanda nə olur? Allahdan uzaqlaşır, elə deyilmi? Allahdan uzaqlaşır. Günah, insan Allahdan uzaqlaşır. Günah etdiyi miqdarda, elə deyilmi? Allah da deyir, "Summa yestağfirillah." Sonra birbaşa Allaha istiğfar etsə. Allaha istiğfar etsə, Allaha yönəlsə istiğfarla. Yecidillah gafurar rahimə. Görər ki, Allah Taala nədir? Bağışlayandır, rəhimlidir. Fikir ver, Allah Subhanahu Taala istiğfarla özünə yaxınlaşmağı əmr edir. Vəsilə bax budur. Əstəğfirullah. Sənin əstəğfirullah deməyin səni Allaha yaxınlaşdıran əməldir. Və qala rabbukum ud'uni əstəcib lakum. Ğafir surəsində Allah Teala deyir, Rəbbiniz dedi mənə dua edin, duanızı qəbul edin. Fikir ver. Velillahil əsmaul husna fəd'uhu biha. Gözəl adlar Allaha məxsusdur. Allaha bu adlarla çağırın. Bu adlar vasitəsilə. Hanı sizin uydurduğunuz vasitələr? Hanı o imamlar, salihlər? Allah Teala deyir ki, Allahı gözəl adları ilə çağırın. Mənə dua edin, duanızı qəbul edin. İstiğfar edin. İstiğfar edin, tövbənizi qəbul edin. Bu onu göstərir ki, Allah Subhanahu Taala qul və Allah arasında vasitə sadəcə nədir? Sadəcə sənin Allah üçün etdiyin, Allahın razı qaldığı, sevdiyi və salih əməllərdir. Hələ zamanımızdakı müşriklər əvvəlki müşriklərin etmədiyi daha pis bir işdə ediblər. O da nədir? Allah Subhanahu Taala bu vəsilə məsələsinin üzərindən pis bir misal veriblər. Deyiblər ki, Allah'a bənzədiblər. Deyiblər ki, biz dünyada necə ki, bir müdürün, bir başçının yanına daxil ola bilmirik. Eləcə də biz Allaha birbaşa daxil ola bilmərik. Baxın, görün Allahı cılız, aciz məxluqata necə bənzədiblər. Sənin o qeyd etdiyin o müdür, o başçı hər kimdirsə, bəli, o aciz, zəif, yəni öz ətrafından başqasını bilməyən, onun möhtacdır, bəli, o vasitələrə ehtiyacı var ki, hətta səni tanıtsın, çünki o səni tanımır. Səni tanımır o müdür, düzdürmü? Sən də vasitəçilər göndərsən ona ki, onun yanında sən haqqında şəfayətçi etsin ki, o səni tanısın, bilsin sən kimsən. Çünki o zəif, aciz məxluqdur. Öz ətrafında olanları tanıyır. Amma məxluqatı yoxdan xəlq edən aləmlərin Rəbbi Allah öz yaratdığı məxluqatı bilməzmi? Məxluqatı Allaha kim tanıda bilər? Aydın oldu bu misalın necə də murdar, iyrənc misaldır Allaha çəkdikləri. Biz Allaha yaxınlaşanmarıq. Niyə? Çünki biz sən hansısa başçıya birbaşa daxil ola bilərsənmi? Bədbəxt, sənin o başçı dediyin aciz, zəif, heç nə bilməyən məxluqdur. Bəli, onun ehtiyacı var. Allahın səni tanımağa, vasitələrə ehtiyacı mı var? Hə, ehtiyacı varsa onda düz deyirsən. Onda sən imamlara, peyğəmbərlərə get, dinən ki, Allah məni tanıya bilməz, özü istəsə. Ancaq Allah məni sizin vasitənizlə tanıyacaq. Siz Allaha məni tanıdın. Belə olsa, subhanallah, bu da nədir? Allahın kamilliyində, qüdrətində, əzəmətində olan bir naqislik deyilmi? Naqislik nisbət eləmək deyilmi? Yəni onlar öz əməlləri ilə. Ona görə bu olduqca murdar və yəni qəbih bir işdir. Ona görə Allah Teala bayaq oxuduğumuz ayədə Yunus surəsində "Ətunəbbiunallaha bimə la ya'lamu fis-semavati vel-ard subhanahu və təala amma yüşrikun." Allah Teala deyir, Allaha göylərdə və yerdə bilmədiyi bir şeyi mi xəbər verirsiniz? Göylərdə və yerdə bilmədiyi bir şey. Yəni Allah Teala sizin halınızı bilmirmi? Siz nə haldasınız? Nə halda olacaqsınız? Sizin qəlbinizdəki istəyi, əməllərinizi Allah bilmirmi? Siz kimə tanıdırsınız? Subhanahu və Teala amma yüşrikun. Allah Teala onların qoşduqları şirklərdən, yəni o vasitələrlə, o şəfayət adı ilə, vəsilə adı ilə Allaha qoşduqları ortaqlardan, bu kimi qəbih misallardan, iyrənc misallardan ki, biz Allahın yanına, müdürün yanına girən kimi girə bilərik. Bu kimi şirk əməllərinizdən Allah Subhanahu taala özü deyir ki,
Allah uzaqdır, nöqsansızdır, paçdır, münezzəhdir və xülasə vəsilə məsələsi ibadət məsələsidir. Vəsilə məsələsi ibadət məsələsidir. Allahla qullar arasında olan münasibətdir və bu münasibətə heç kəsi daxil edə bilməzsən. Allahla aranda olan münasibət çox ali, özəl bir münasibətdir. O da qulluq ibadət münasibətidir. Ya bu münasibət olacaq Allahın istədiyi formada, əks halda o bu münasibətə xələl gələcək. Elə cəhənnəm əhli olanlar da bilin ki, Allahla aralarında olan münasibətə görə cəhənnəm əhlidirlər. Əsasən Allahla aralarında olan münasibətə görə cəhənnəm əhlidirlər. Bu münasibəti ən körləyən, ən pis, ən murdar əməl də nədir? Şirkdir. Allaha ortaq qoşmaqdır. Ona görə, yəni, Ələ lillahi dinul xalis deyəndə, xalis din Allaha məxsusdur. Yəni, sən Rəbbinlə münasibətdə, ibadət münasibətində. Bu necə də gözəl münasibətdir. Qulun Allahla olan münasibəti. Qulun Allaha olan qulluğu. Xaliqinə, Rəbbinə olan qulluğu. O münasibətə heç kəsi qoşmayasan. Yalnız sənin özündən sadir olan, sənin özündən, qəlbindən xuşu olaraq, təqva olaraq, məhəbbətdən dolayı, qəlbindən doğaraq sənin səcdən, rukun, duan, etdiyin əməllər, sədəqə, zəkat, ümrə, həc, Quran oxumağın, zikr etməyin, məscidə gəlməyin, namaz qılmağın, səhvə durmağın, bütün bunlar hamısı səni Rəbbin Subhanahu wa Ta'alaya yaxınlaşdıran təmiz, saf, xalis nədir? Əməllərdir. Və bunlardan, bu ibadətlərdən nəyinsə, hansınınsa nə peyğəmbərlərin, nə imamların, nə salihlərin bu şeylərin heç birindən nəsibi haqqı yoxdur. Heç birinin nədir? Bu şeylərdən nəsibi haqqı yoxdur. Və istər buna vəsilədir, istər şəfayətdir. Əməllərdən hər hansı birini, ibadət əməllərdən hər hansı birini başqalarına yönəltmək bu şirkdir. Bu şirkdir. Amma Allaha dua edərək, o salihləri vasitə götürmək bu isə bidətdir. Yəni, belə deyək, vasitənin şirk olan növü var. O da nədir? İbadətin hər hansısa birini onlara yönəltmək. Biri də var, sən ibadəti Allaha edirsən. Məsələn, misal verək duadan. Və bu bidət olan vəsilə ən çox duada baş verir. Məsələn, adam deyir ki, Allahım, Peyğəmbərə xatir, imamlara xatir, mənə ruzi ver. Bu şirkdir, yoxsa bidətdir? Bidətdir. Nəyə görə bidətdir? Çünki adam üzünü tutur Allaha. Adam Allaha dua edir. Və insanın Allaha dua etməsi, ya Allah deyə çağırması artıq bu şirkdən qaçdı. Tamam, şirkdən qaçdı. Bir insanın deməsi ki, ya Allah, ya Rəbbi və etiqad etməsi ki, verən Allahdır, alan Allahdır. Allahdan başqası nə ruzi verə bilməz, nə şəfa verə bilməz, nə heç nəyə qadir deyil, nə zərəri məndən qaldıra bilməz, nə xeyri mənə verə bilməz. Yalnız Allahın ixtiyarında olan bir şeylər. Bu etiqadla ya Allah deyib, ya Rabbi, ya Rahman deyib dua etməsi artıq bu şirkdən qaçdı. Amma sonra bu duasına əlavə etməsi ki, Peyğəmbərin hörmətinə, imamların hörmətinə, bu artıq bidətdir, şirkə aparan yoldur və o salihlər haqqında quluvdur. Bəli, bu şirk olmasa da və şirk olmadığını dedik, nəyə görə şirk deyil? Nəyə görə şirk deyil? Çünki Allah, amma necə şirk olardı? Ya Rasulallah desə, ya Rasulallah, ey Allahın Rəsulu. Bu ləfzlə müraciət etməsi və ondan sonra nəsə umması, nəsə istəməsi və s. Bu artıq şirkdir, böyük şirkdir. Böyük şirkdir. Allahdan başqasına dua etməkdir. Allahdan başqasını çağırmaqdır. O Allahdan başqası kim olursa olsun. Kim olursa olsun. İstər göndərilən Rəsul olsun,
istər seçilən mələk olsun, fərq yoxdur. Ey filan kəs, ey Allah, ey Rəsul, ey mələk, ey Cəbrail mələyə desə məsələ. Yönəldi mi artıq bununla böyük şirkə düşdü və bütün əməllər nədir? Batil oldu. Amma yox, dediyimiz kimi Allaha yönəlsə, lakin Peyğəmbərin hörmətini şərt qoşsa duasında, Peyğəmbərin, imamların və s. hörmətini şərt qoşsa, bu bidətdir, şirkə aparan yoldur. Yəni, gec-tez insan bu əməl üzərində olsa, bu əməl onu şirkə dartacaq, böyük şirkə düşəcək. Və həmçinin o insanların o haqqında da quluvdur. O salihlərin haqqında da həddi nədir? Aşmaqdır. Və bu şeylərdən qurtulmağın yolu, qardaşlar, insanın Qur'ana çox nəzər etməsidir. Qur'anda Peyğəmbərlərin, imamların, salihlərin ibadətlərinə baxmaqdır. Dualarına nəzər yetirməkdir. Necə ibadət ediblər, necə dua ediblər. Allah subhanahu ta'ala boş yerə misal vermir axı. Qur'anda nə qədər misallar verir o salihlərin necə dua, necə ibadət etdiklərini. Boş yerə misal vermir onu Allah subhanahu ta'ala. İnnəhum kənu yusari'una fil xeyrat. Onlar xeyirli işlərdə, yəni ibadət olan işlərdə ötüşənlər idi. Və yəd'unana rəğabən və rəhəbə. Və onlar bizə nədir? Ümidlə, qorxu içində ibadət edərdilər, dua edərdilər və kənu lənə xaşi'in. Və bizdən qorxardılar. Bax, Allah Teala onların təvəssülündən xəbər verir. Onlar bizim yolumuzda çalışarlar və qorxu ilə, ümidlə Allaha dua edərlər, ibadət edərlər. Həmçinin möminlərin o təvəssülü barədə Allah Teala necə ki Ali İmran surəsində misal verir. Rabbana innana sami'na munadiyan yunadi lil iman an aminu bi rabbikum fa amanna. Rabbana faghfir lana zunubana və kəffir anna seyyiatina və təvaffana ma'al abrar. Ey Rəbbimiz, Rəbbinizə iman edin deyə çağıran birisinin dəvətini eşitdik, qəbul etdik və iman etdik. Sonra, ey Rəbbimiz, bizi bağışla, günahlarımızdan keç və bizi əbrarlarla bərabər canımızı al. Yəni, nə qədər misallar, bu kimi misallar Quranda olduqca çoxdur. Nəzər yetirmək lazımdır. O salihlər, o abidlər, Allaha necə yaxınlaşıblar, necə dua ediblər. Elə İsra surəsini qeyd etdiyimiz İsra surəsinin özündə Ulaikellezine yed'un yebtaguna ila rabbihimul vesilete eyyuhum aqrab yarcuna rahmetahu ve yakhafuna azaba. Onların dua etdiklərinin özləri, yəni həmin o salihlərin özləri Rəbblərinə hansı yaxın olsun deyə vəsilə axtararlar, Allahın rəhmətini umarlar, Allahın əzabından qorxarlar. Bütün bu misalların hamısı onu göstərir ki, nədir? Salihlər hansı əməl üzərində olublar və müəllifin də həmən bu ayəni İsra 57 Tohid və La ilahe illallahın təfsiri fəslində gətirməsi də olduqca dəqiqdir. Bu ayədə Tohid həm salihlərin tək Allaha olan ibadətləri ilə təfsir edilir. Tohid bu ayədə salihlərin tək Allaha olan ibadətləri ilə təfsir edilir. Həm də Tohidin ziddi olan şirkin tərk edilməsinin bəyanı ilə. Həm də tohidin ziddi olan şirkin tərk edilməsinin bəyanı ilə. Deməli, salihlərin tək Allaha olan ibadətləri ilə necə təfsir edilir? Yəni ki, bu da onu göstərir ki, ibadətsiz tohid yoxdur. Və dedik ki, onun tohidin ziddi olan şirkin tərk edilməsinin bəyanı ilə bu da şəhadətin, yəni dediyimiz kimi təşkil etdiyi isbat və nəfi tərəfidir. İsbat və nəfidən ibarət olan rukunlarıdır. Allah subhanahu ta'ala buyurur ki, قُلِ ادْعُوا الَّذ۪ينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلَا يَكْشِفُونَ فَلَا يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنْكُمْ وَلَا تَحْوِيلًا. Allah ta'ala buyurur ki, Allah'tan başqa iddia etdiyiniz məbudlara dua edin, çağırın. Onlar bəlanı sizdən qaldırmağa malik deyirlər. Nə də o bəlanı, o zorluğu, çətinliyi başqasına yönəltməyə də malik deyirlər. Deməli, bu nəfidir, şirkin inkarıdır. Elə deyilmi? Allah Teala deyir, onlar malik deyil, şirkin inkarıdır. Allah Teala başqalarının, yəni özündən başqalarının qadir olmadığını bəyan etməsi ilə onlara edilən duanın batil olduğunu qeyd edir. Allah Teala özündən başqalarının qadir olmamasını bəyan etməsi ilə
Ha, nədir? Lə yəmlikuna kəşfəd-durri ankum. Sizdən zərəri qaldırmağa qadir deyirlər. Deməli, özündən başqalarının qadir olmamasını bəyan etməsilə onlara edilən duanın nədir? İbadətin batil olmasını Allah Subhanahu taala nədir? İzah edir. Və sonra bu mənanı təsdiqləyici olaraq Allah Taala davam edərək deyir ki, "Ulaikellezine yed'un." Və şirkdə yenə budur, onların, yəni müşriklərin dua etdikləri Allahdan başqasına. Özləri nədir? Yəbtəğuna ilə rabbihimul vəsilə. Eyyuhum aqrab. Allaha hansı daha yaxın olsun deyə vəsilə axtarırlar. Və bu da isbat tərəfidir. Bu da tevhidin, salihlərin əməli ilə isbatıdır. Yercuna rahmetə və yaxafuna azaba. Allahın rəhmətini ümid edirlər və əzabından qorxurlar. Deməli, bunun da qadağan edilməsi də nədir? Şirkin qadağan edilməsi salihlərin bunun əksinin, yəni müşriklərin etdiyinin əksinin etmələrini xəbər verməsi ilədir. Və tevhid budur. Tevhid müşriklərin etdiyi əməllərin tərk edilməsi, muvahhidlərin, salihlərin etdiyi əməllərin edilməsidir. Tevhid müşriklərin etdiyi əməllərin, yəni Allahdan başqalarına yönəldikləri dua, qurban kəsmək, nəzr və s. o əməllərin tərk edilməsi və salihlərin etdiyi əməllərin də yerinə yetirilməsi, o da nədir? Tək Allaha ibadətlə yönəlmələri və bu aya qədər bu qədər. İndi isə müəllifin gətirdiyi bu fəsil altında ikinci ayəni qeyd edək. Müəllif ikinci ayə Zuhruf surəsi, ikinci dəlil daha doğrusu Zuhruf surəsi 26 və 27-ci ayələri qeyd edir və deyir ki: "Və iz qala İbrahimu li abihi və qavmihi innəni bəra'un mimma ta'budun illellezî fatarani fe innehu seyehdin." İbrahim atasına və qövmünə dedi: "Mən sizin ibadət etdiklərinizdən bəriyəm. Yalnız məni yaradandan başqa." Yalnız məni yaradandan başqa. Və bu ayələrin, bu fəslə, yəni tevhidin və la ilahe illallah şəhadətin təfsiri fəslinə dəlaləti iki yönləndir. Birincisi, deməsi ki, innəni bəra'un mimmə ta'budun. Mən sizin ibadət etdiklərinizdən uzağım, bəriyəm. Bu sözündədir. Bu da Allahdan başqa ibadət olunan bütün məbudların batil edilməsidir. İbrahimin deməsi ki, mən sizin ibadət etdiklərinizdən bəriyəm, uzağam, Allahdan başqa ibadət olunanların batil olmasının nədir? İzah edilməsidir, deyilməsidir. Bu da şəhadətin la ilah hissəsidir ki, bu da nədir? Nəfidir. Nəfi. Şəhadətin la ilah hissəsidir, yəni nəfidir. İkincisi, illellezî fatarani sözündədir İbrahim əleyhissalamın. Yalnız məni yaradandan başqa. Yəni, mən sizin ibadət etdiklərinizdən hamısından uzağam, tək məni yaradan Allahdan başqa. Bu da ibadətlərin yalnız Allaha edilməsi ilə nədir? Doğru olmasının isbatıdır. İbadətlərin, yəni haqq olan ibadətin doğru olmasının tək Allaha edilməsi ilə doğru olmasının isbatıdır. Bu da şəhadətin illallah tərəfidir ki, bu da nədir? İsbatdır. Bu da isbatdır. Və bu ayə, Zuhruf surəsindəki bu ayələr tevhidin gözəl şəkildə və aydın şəkildə izah edilməsini bəyan edən ən gözəl ayələrdən biridir. Ən gözəl və ən açıq aşkar ayələrdən biridir tevhidin la ilahe illallahın təfsiri. Və la ilahe illallahın təfsiri olması da bundan sonraki ayədədir. Növbəti dərsdə bunu inşallah qeyd edəcəm. Deməli, bundan əvvəlki götürdüyümüz ayədə İsra 57-də Allah Taala deyəndə ki, onların özləri Allaha hansı yaxın olsun deyə vəsilə axtarırlar. Allaha yaxın olmaq üçün Allahın rəhmətini umurlar, Allahın əzabına qorur. Yəni, salihlərin nədir? Allah Taala ibadətlərini misal verir. Və həmin salihlərdən də birisi, hansı ki,
ibadətlərində nümunə olan salihlərdən də birisi İbrahim əleyhissalamdır ki, bu müəllif görün ardıcıllıqla necə gətirir. Burada İsradan sonra Zuhruf surəsini gətirir. Zuhruf surəsindəki bu ayəni. Və burada İbrahim əleyhissalamı misal verir. İbrahim əleyhissalam Quranda haqqında ən çox danışılan peyğəmbərlərin sırasında ikinci yerdədir. Yəni Musa əleyhissalamdan sonra ən çox haqqında danışılan peyğəmbər Musa əleyhissalamdır Quranda. Ondan sonra İbrahim əleyhissalamdır. Və İbrahim əleyhissalam peyğəmbərlərin atasıdır. Yəni ondan sonra bütün gələn peyğəmbərlər onun zürriyyətindəndir. Hamısı. وَجَعَلْنَا مِنْ ذُرِّيَّةِ النُّبُوَّةِ وَالْكِتَابِ Biz İbrahimin zürriyyətində peyğəmbərlər etdik və onlara kitab verdik deyir Allah Teala. Bütün hamısı İshaqın və İsmailin nəslindəndir. Bütün peyğəmbərlər. Və Muhammed sallallahu aleyhi ve sellem də İsmail aleyhissalamın nəslindəndir. Yəni bütün peyğəmbərlər Lut, Şuayb, İsmail, İshaq, Yaqub, Zulkifil, Yahya, Zekeriya, Davud, Süleyman, Eyyub, Yunus, Harun, Musa, İsa bütün hamısı İbrahimdən sonra gələn peyğəmbərlərdir. Və Allah subhanahu ta'ala da İbrahim əleyhissalamı nədir? İbrahim əleyhissalamı yəni misal verir və ümumən tohidin dəvətində və şirkə qarşı mübarizədə yəni İbrahim əleyhissalam özündən sonra nəinki bütün ümmətə peyğəmbərlərə belə nümunədir. Peyğəmbərlərə belə nümunədir. Ona görə Allah Subhanahu taala necə vəsf edib onu? İnne İbrahimə kənə ummətən qanitən lillah hanifən və lem yekun minəl müşrikin. Allah Teala deyir İbrahim ümmət idi. Yəni örnək olan bir imam idi. Allah'a davamlı şəkildə ibadət itayət edən idi. Hənif idi. Yəni şirkdən meyl edib tohid əhli olan birisi idi və müşriklərdən değildi. Nəyə görə Allah Teala deyir ki, müşriklərdən değildi? İstər kitab əhlindən olan, istər ərəblər, onlar ki, özlərini İbrahimin dininə, İbrahimin millətinə nisbət edirdilər. Allah Teala bəyan edir ki, وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ Şirk müşriklərdən değildi İbrahim. Yəni sizin din tuttuğunuz yolda değildi. Ey kitab əhli, sizin tuttuğunuz şirk yolunda değildi. Ey ərəb müşrikləri, sizin tuttuğunuz yolda değildi İbrahim əleyhissalam. وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ Müşriklərdən değildi. Və bu, Allahın öz müvahhid qulunu bərayət etməsidir. Fikir ver. Allahın özünün bərayətidir bu. Yəni Allah bərayət etdirir, uzaq tutur öz müvahhid qulunu. Eləcə də bütün müvahhid qullarını Allahın özü müşriklərdən ayırır həmişə. Allah da deyir, وَلَمْ يَكُمْ مِنَ الْمُشْرِكِينَ Allahın özü deyir İbrahim barədə. Çünki müşriklər özünə nisbət edirlər ki, biz ondanıq. Allah Teala bərayət etdirir İbrahimi. Deyir ki, İbrahim sizdən deyildi. Müşriklərdən deyildi. Və bu müəllifin gətirdiyi ayədə də Zuhruf surəsində İbrahimin özü bərayət edir. Özü bərayət edir. Deyir ki, وَاِذْ قَالَ İbrahimu لِأَب۪يهِ وَقَوْمِهِ İbrahim atasına və qövmünə dedi. Deməli, İbrahim atasına dedi. Birinci atadan başladı. Qövmdən qabaq. Bu onu göstərir ki, yəni istər atan olsun, istər anan olsun, evladın olsun, ən yaxın olan insan olsun, şirk edirsə, şirkə susmaq yoxdur. Şirkə susmaq yoxdur. Yaxşı, nə edəcəksən? Sənin ən yaxının anan, atan şirk üzərindədirsə, ən birinci nə edəcəksən? Bərayətdən öncə dəvət edəcəksən. Və bu da bir İbrahim əleyhissalamın misalında Allah Quranda bunu verib. Bərayətdən öncə mütləq dəvət lazımdır. Allah deyir, "Vazkur fil kitab İbrahim." Kitabda İbrahimi xatırla. İnnehu kana siddiqan nabiyya. O doğru siddiq olan bir peyğəmbər idi. İz qala li abihi ya abati lima ta'budu ma la yasma və la yubsiru və la yughni anka şey'a. Ey atacan, nəyə görə eşitməyən, görməyən və sənə heç bir şeylə fayda verməyən birisinə ibadət edirsən? La ya abati qad inni qad ja'ani min al-ilm ma lam ya'ti bika fattabini ahdika siratan saviyya. Ey atacan, artıq mənə sənə gəlməyən bir elm gəlib. Yəni vəhiy gəlib, peyğəmbərlik gəlib.
Haqqın, tohidin nə olması bəyanı gəlib. Və sənin şirk etdiyin əməlin şirk olması bəyanı gəlib. Mənə tabe ol ki, səni ən doğru yola, razı qalınmış bir yola yönəldim. Ya əbəti lə təbudi şeytan. Ey atacan, şeytana ibadət etmə. İnnə şeytana kənə lirrahməni asiyyə. Həqiqətən şeytan rəhmana çox asidir. Fikir ver, deyir ki, ey atacan, şeytana ibadət etmə. Deməli, Allaha şirk qoşan hər kəs şeytana ibadət edir. Allaha şirk qoşan hər kəs şeytana ibadət edir. Niyə? Hansı yöndən? Çünki şeytan şirkə dəvət edir və şeytan şirki gözəlləşdirir. Allahdan başqasına ibadətlə yönələn də şeytanın bu dəvətinə təslim olur, tabiçilik yönündən nəticədə şeytana ibadət etmiş olur. Ona görə deyir ki, ya əbəti lə təbudi şeytan. İbrahim atasını Allahdan başqasına ibadətlərdən çəkindirəndən sonra deyir ki, şeytana ibadət etmə. Halbuki İbrahimin atası demirdi ki, mən şeytana ibadət edirəm. İbrahim Aleyhisselam deyir, şeytana ibadət etmə. Niyə? Çünki o Allahdan başqasına ibadətə çağıran kimdir? Şeytan. Tək Allaha ibadətə çağıran kimdir? Allah. Ona görə Allah təala o iblisin axirət günü moizə etdiyində barədə İbrahim surəsində xəbər verəndə və qalə şeytanu ləmmə qudiyəl əmru, iş bitəndədir, şeytan dedi, İnnallaha va'adakum va'dal haqqi və va'adtukum fa axlaftukum. Deyir ki, Allah sizə haqq vəd etdi. Allahın sizə vəd etdikləri haqq idi. Mən də sizə vəd etdim, amma vədimə xilas çıxdım. Və mə kənə liyə aleykum illə ən dəavtukum fəstəcəbtum li. Mənim sizin üzərində və mə kənə liyə aleykum min sultan. Heç bir sultanlığım, heç bir hökmranlığım yox idi. İllə ən dəavtukum. Yalnız sadəcə sizi dəvət etdim. Fəstəcəbtum li. Mən sizi çağırdım, siz də nədir? Qəbul etdiniz. Şeytanın ən pis, ən murda çağırdığı nədir? Şirkdir. İnsanları şirkə düşməyə dəvət edir şeytan insanları. Ona görə deyir ki, həmən ayənin sonunda İnni kəfartu bimə əşrəktumuni min qabl. Şeytanın özü etiraf edir. Mən sizi bundan öncə siz məni Allah şərik qoşmağınızı inkar edirəm. Baxın, şeytan belə müşriklərdən bərayət edir. Şeytan belə müşriklərdən bərayət edir. Deyir ki, mən sizin məni Allaha şərik qoşduğunuzu inkar edirəm. Sual, onlar necə şeytanı şərik qoşmuşlar Allaha? Məyər indiyənə kimi eşidibsinizmi ki, kimsə desin ki, biz iblisə dua edirik, bizim məbudumuz iblisdir. Yox, deyirlər ki, bizim məbudumuz, yəni biz imamlara dua edirik, onlara yaxınlaşırıq, salihlərə, peyğəmbərlərə, elə deyilmi? Amma axirətdə şeytan deyir onlara, sizin məni Allaha şərik qoşmağınızı inkar edirəm, deyir. Çünki şeytan idi o şeyə dəvət edən. Şeytan idi deyən ki, nə? İmamlara dua edin, imamlara qurban kəsin, peyğəmbərlərə dua edin, peyğəmbərlərə yaxınlaşın, salihlərə yaxınlaşın, mələklərə dua edin və s. kimi. Şeytan idi o şeyləri, o əməlləri, şirk əməllərini gözəlləşdir. Siz də tabi oldunuz, nəticədə, həqiqətdə Allaha yox, şeytana ibadət etdiniz. Ya əbəti lə təbudi şeytan. Ey atacan, şeytana ibadət etmə. İnnə şeytanə kənə lirrahməni asiyyə. Həqiqətən şeytan rəhmana çox asidir. Rəhman olan Allaha asidir. Və deməli, buradakı, deməli, İbrahim əleyhissalam nə deyir? Ayəyə qaydaq, Zuhruf surəsində. Və izqalə İbrahimu li əbihi və qavmihi. İbrahim atasına və qovmünə dedi, atasına və qövmünə. Dedi ki, İnnəni bəra'un mimmə təbudun. Nə dedi? Mən sizin ibadət etdiklərinizdən bəriyəm, uzağam. Burada bərayət nədəndir? Fikir verin. Bərayət ibadət etdiklərindəndir. Bərayətin 3 növü var. İbadət olunan məbudlardan, bərayət Allahdan başqa bütün nəyə ibadət olunursa ondan bərayət, şirk olan əməlin özündən bərayət. Bu ikisi, yəni şəhadətin
əsli tərkib hissəsidir. Bir də şirk edənlərin özündən bərayət. Və buradakı bərayət İbrahim əleyhissalam dediyi onların məbudlarından olan bərayətdir. Onların məbudlarından olan bərayətdir. İbadət olunan. Yəni ibadət olunan hər bir şey, yəni Allahdan başqa ibadət olunanlar ya peyğəmbərlər, salihlər, imamlar, ya bunlardır. Bunlardan bərayət necə olur? Əvvəla etiqad etmən ki, onlar heç bir şeyə qadir deyirlər, heç bir şeyə malik deyirlər. Elə deyilmi? Nə zərər dəf etməyə, nə faydanı cəlb etməyə buna etiqad etməlisən. Ki, Allahdan başqa olan onlar, istər peyğəmbərlər, heç bir şeyə nədir? Qadir, malik deyirlər. Və ibadət olunmağa layiq deyirlər. Birinci buna etiqad etməlisən. Sonra Allaha xas olan vəsiflərdən heç bir şey onlara aid etməməlisən. Allaha xas olan, Allahın haqqı olan şeylərdən heç birini onlara aid etməməlisən. Üçüncüsü də ibadət olan əməllərin heç birini, ibadətlərdən heç birini növünü onlara sərf etməməlisən. Belə etsən bərayət etmiş olursan məbudlardan, Allahdan başqa olan məbudlardan. Və bunlardan qeyri olan məbudlardan bərayət də eynisilə yenə ibadətin heç birini onlara yönəltməmək. Əgər tağutdursa, tağut olmasına etiqad etmək bu əlavə bir vəsfdir. Çünki biz bilirik ki, peyğəmbərlər, salihlər bunlar tağut deyil öz-özlüyündə, elə deyilmi? Çünki onlar İsa peyğəmbərə ibadət olunur məsələ. Peyğəmbərə Muhammed s.ə.və ibadət olunur. Əli, Həsən, Hüseyin, Fatimə, Abbas bunlara ibadət olunur. Düzdürmü? Mələklərə ibadət olunur. Bunlar salihlərdir, düzdürmü? Amma bunlar tağut deyil öz-özlüyündə. Niyə? Çünki bunlar özlərini ibadətə çağırmırlar əsla. Lakin bunları tağutlaşdırıblar. İbadət edənlərin əməllərinə nisbətən deyə bilərsən ki, tağutlaşıb. Amma özlüyündə tağut deyirlər. Amma tağut nədir? Kimlər ki, özünə ibadətə çağırır. Aydındırmı? Kimlər ki, özünə ibadətə çağırır və yaxud şəriətə müxalif olan qanunlara tabi olmağa çağırır insanları. Bunlar da tağutlardır. Şəriətə müxalif olan qanunlara, tabiçiliyə kim dəvət edərsə, bunlar hamısı tağutlardır və bunun tağut olmasına etiqad etməlisən. Bərayət belə olur. Əgər tağutdursa, tağut olmasına etiqad etməlisən. Etiqad etməsən, tağut olmasına bərayət olmaz. Və həmçinin bəzi məsələ tutaq ki, rafizlərin düzəltdiyi bu ələm deyilən bir şey var. Bayraq asırlar, 5 barmaq düzəldib dəmirdən. Sonra qəbirlərin üzərində düzəldilən kümbəzlər, türbələr, hansı ki ibadət olunur, ibadət obyekti kimi tanınır. Onların hamısı tağutlardır. Və hamısına tağut olduğuna nədir? Etiqad etməlisən və hamısından uzaq durmalısan. Bunlar hamısı nədir? Bərayətdir. Və sonra bərayətin növlərindən də birisi ibadət edənlərin özündən bərayət etmək. Və bu barədə inşallah növbəti dərsdə danışarıq. Allah Subhanahu taala bizləri şirkdən və bütün onun növlərindən uzaq etsin. Və sallallahu ala nəbiyyina Muhammedin və ala alihi və ashabihi ecmaîn.